İkinci qrup ümumi sınaq 17-nin həllərinə baxırıq. Birinci sualda ifadəsini sadələşdirin deyilir. Surəti vurğulara ayırsaq, birinci kəsrin surətin a çıxılsın 3, vurulsun a kvadrat, üstünə gəlinsin 3a, üstünə gəlinsin 9. Məxrəc 4 çıxılsın a, 4 üstünə gəl a, vurulsun 4 çıxa bölünsün a kvadrat üstə gəl 3a, üstünə gəl 9. Üstünə 7 bölünsün a üstə gəl 4 gəlirik. Uyğun ixtisarları aparaq. Qalacaq a çıxılsın 3 bölünsün a üstə gəl 4. Üstünə gəl 7 bölünsün a üstə gəl 4. Toplasaq a üstə gəl 4 böl a üstə gəl 4. Bu da 1-ə bərabər olacaq. Birinci sualın cavabı C variantı. İkinci sual. B parametrinin hansı qiymətində parabolasının təpə nöqtəsi 2, -8 olar? Parabolanın təpə nöqtəsinin apsisi -b bölünsün 2a-dır və bu şərtə görə 2-yə bərabərdir. Buradan b-ni tapsaq -4a alınır. Daha sonra -2, 2, -8 nöqtəsi parabolanın üzərində olan bir nöqtədir. Təpə nöqtəsi parabolanın üzərində yerləşdiyinə görə y-in yerinə -8, x-in yerinə 2 yazsaq bərabərlik doğru alınır. Doğru olar. Yəni -8 bərabərdir. 4a üstünə gəl 2b, üstünə gəl a, üstünə gəl b. Burada biraz sadələşdirsək alınır 5a üstünə gəl 2b -9-a bərabərdir. Və b-nin əvəzinə -4a yazsaq, bunlar 5a çıx 8a bərabər -9. -3a -9 olmasından a bərabər 3 tapılacaq. A üstüsə bunu burada nəzərə alsaq, b-ni taparıq -12. Düzgün cavab ikinci sualda A variantı. Üçüncü sual. Çoxluğunun alt çoxluqlarından təsadüfi seçilmiş birinin elementlərinin cüt ədədlər olması hadisəsinin ehtimalını tapın. Cüt ədəd burada 4, 8 və 10'dur. 4, 8 və 10'dur. Ümumiyyətlə alt çoxluğu bu alt çoxluğunun alt çoxluqlarının sayı 7 elementi olduğuna görə 2 üstü 7 bərabərdir 128 alt çoxluğu var. Bu 128 elementli 128 alt çoxluğun neçəsində ancaq cüt ədədlər iştirak edir. Bunları tapmaq üçün 4, 8 və 10'dan düzəldilmiş bütün alt çoxluqların sayını tapaq. 4 ola bilər, boş 8 ola bilər. Yəni bu 3 elementli çoxluğun boş çoxluqdan fərqli bütün alt çoxluqları. Bunun bütün alt çoxluqlarının sayı 2 üstü 3'ə bərabərdir. Yəni 8'dir. Bu 8 dənədən 1'in çıxacaq. 8 dənədən 1 çıxırıq 7. O 1 dənə boş çoxluqdur. Çünki 4, 8, 10 çoxluğunun alt çoxluqlarının sayı 8'dir. Onlardan biri də boş çoxluq. Boş çoxluğu çıxsaq 7 çoxluq qalır orada. Bu 7 dənə çoxluğun içində ancaq cüt ədədlər iştirak edir. Ona görə də soruşulan ehtimal 128 mümkün halda əlverişli hal 7 olduğuna görə 128'də 7 Y variantı olur. Dördüncü sual. Limit x 1'ə yaxınlaşır. X kubu üstünə gəl x çıxılsın 2 bölünsün. X çıxılsın 1 limitini hesablayın. Bunu Hörner sxemi ilə yazıram. Deməli fikir verin, məxrəcdə də 1 yazdıqda 0'a çevrilir surətdə. Deməli surətin də vuruqlarından biri x çıx 1'dir. Yəni x çıx 1'ə tam bölünəcək. Onda yuxarıdakı çox ədlin əmsalları 1, 0, 1, -2. Aşağıdakı çox ədlinin, 2 ədlinin 0'ı 1'dir. Onu qeyd eləmişəm. 1 vur 1 üstünə 0 gəlsə 1, 1 vur 1 üstünə 1 gəlsə 2, 1 vur 2, 2 üstünə -2 gəlsə 0. Beləliklə
Bu aldığımız ifadədən x kvadrat üstünə gəl x üstə gəl 2 deməkdir. İndi surətin vuruqlara ayrılması belə olacaq nəticədə. X çıxılsın 1 vurulsun x kvadrat. Bu x kvadratın əmsalıdır. X-in əmsalı da 1-dir və sərbəstdir 2-dir. 0 isə orada qalığı göstərir. Qalıq yəni qalmır. İxtisar aparsaq x-in yerinə 1 yazsaq, qalar 1 üstünə gəl 1 üstünə gəl 2 bərabərdir 4. Cavab olacaq B variantı. 5-ci sual. X üstünə gəl 2 vurulsun. Bu kvadrat üçədini vuruqlara ayırsaq, x çıxılsın 2 vurulsun, x çıxılsın 5. Kiçikdir 0. Ədəd oxunu çəkək. Ədəd oxunda deməli sıfırları qeyd edək. -2 var, 2 var və 5 var. İntervallara ayırsaq, 5-dən böyük qiymətlərdə müsbət, 2-5 arasında mənfi, -2, 2 arasında müsbət, -2-dən kiçik qiymətlərdə yenə mənfi olur. Deməli, bərabərsizliyin həlli x daxildir, -sonsuzluq -2 intervalı ilə 2-5 intervalının birləşməsi. -sonsuzluq -2 aralığında natural həll yoxdur. 2-5 aralığında natural həlləri var və onlar 3 və 4-dür. Onların cəmi soruşulur 7. 5-ci sualda cavab olacaq 7. 6-cı sual. ABC üçbucağında AB, BD, DC üçü bir-birinə bərabərdir və BD tən böləndir. BD tən böləndirsə onda bunlar alfa alfa olacaq. Və BDC də bərabər yanlı üçbucaq olduğuna görə onun oturacağı BC'dir, oturacağı bitişik bucaqları eyni olacaq. Yəni alfa olacaq. Daha sonra BDA xarici bucağı, BDC üçbucağının BDA xarici bucağı qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni 2 alfaya. Onda A bucağı da 2 alfa olacaq. Onda ABD üçbucağının daxili bucaqlarının cəmi 2 alfa, 2 alfa və alfanın cəmi deməli 180 dərəcə olacaq. Buradan 5 alfanı tapırıq. 180 alfanı da tapanda alınır 36 dərəcə. BAC bucağı soruşulur. O da 2 alfadır. Yəni 72 dərəcə. Düzgün cavab Y variantı olacaq 6-cı sualda. 7-ci sual ABC üçbucağında AB və AC tərəflərinə uyğun olaraq Y və D nöqtələrində toxunan BC tərəfini F və K nöqtələrində kəsən çevrə verilmişdir. BF 4, FK 5, SK 3 olarsa AB-nin AC-dən fərqini soruşur. BF-in uzunluğu 4-dür. Bunu şəklin üzərində qeyd edək. BF 4, FK 5, KS 3. Daha sonra ölçülər verilən ölçülər bunlarda başqa bir şey verilmir. Y və D toxunandır. Bunlardan istifadə edir. Deməli, Y və D toxunma nöqtələridirsə, onda xaricdə götürülmüş nöqtədən çəkilmiş toxunanlar bərabər olduğuna görə AY və AD hər ikisi X-dir. Daha sonra BK kəsəndir. BY toxunandır. Toxunanın xassəsinə görə BY-nin kvadratı bərabərdir. BK, yəni 9-dur BK-nın uzunluğu vurulsun BF 4. Buradan BY-ni tapırıq. B bərabərdir 6 olur. BY-ni 6 tapdıq. Daha sonra DC toxunandır. FK kəsəndir. FC kəsəndir daha doğrusu. Onda yenə toxunan xassəsini yazsaq bu dəfə alarıq DC-nin kvadratı bərabərdir. FC, yəni 8 vur SK, yəni 3. Onda DC də bərabərdir. Kök altında 24 olacaq. Yəni bu da 2 kök altında 6. İndi isə AB və AC-nin fərqini tapa bilərik. AB-nin uzunluğu oldu 6 üstə gəl X. AC-nin uzunluğu oldu 2 kök altında 6 üstünə gəlinsin X. Bunları çıxsaq, yəni AB-dən AC-ni çıxsaq,
AB çıxılsın A-sı bərabərdir. X-lər gedəcək, qalacaq 6 çıxılsın 2 kök altında 6. Cavablarda bunu kök altında 24 kimi saxlayıblar bizdə. Elə yazıq. Düzgün cavab D variantı olar. 8-ci sual. 3 üstü A 16'dır. 2 üstü B 27 olarsa AB hasilini tapın. 3 üstü A 16'nın əvəzinə yaza bilərik 2 üstü 4. 2 üstü B bərabər 27'nin əvəzinə 3'ün kubu yazaq. Daha sonra bu bərabərliyin hər iki tərəfini 4'də 1 qüvvətinə yüksəltsək, onda olacaq 3 üstü A bölü 4 bərabərdir 2'yə. Deməli 2'nin əvəzinə 3 üstü A bölü 4 yaza bilərik burada. 3 üstü A bölü 4 üstü B bərabərdir 3 üstü 3. Deməli 3 üstü AB bölü 4 bərabərdir 3 üstü 3. Onda AB bölü 4 3 olacaq. Yəni AB 12 olacaq. Düzgün cavab 8'də B variantı. 9-cu sual. 1 bölünsün. 1 çıxılsın, loqaritm 6 əsasdan 2 üstünə gəl, loqaritm 3 əsasdan 4,5. Baxın, bu 1'in əvəzinə yazarıq, loqaritm 6 əsasdan 6 çıx, loqaritm 6 əsasdan 2 üstünə gəl. Loqaritm 3 əsasdan 4,5 bərabərdir. 1 bölünsün, loqaritm 6 əsasdan 3 çıx, üstünə gəl, loqaritm 3 əsasdan 4,5. 1 bölünsün, loqaritm 6 əsasdan 3, loqaritm 3 əsasdan 6 deməkdir. Üstünə gəl, loqaritm 3 əsasdan 4,5. Hesablayaq, bunu eləyəcək, loqaritm 3 əsasdan 6 4,5'ə vurulacaq. Eləyəcək 27. O da ki 3'ə bərabərdir. 9'da cavab A variantı. Onda 10-cu sual. 2x çıxılsın 3y 7. Mənfi 4x üstünə gəl 6y mənfi 14 olarsa, tənlər sistemini həll edin. Deyilir. İndi tənliklər sistemin həll eləməmişdən qabaq, burada hədbəhəd bölsək, yəni hədbəhəd bölmək yox, daha doğrusu x-lərin əmsallarının nisbətinə baxaq. 2 bölü mənfi 4. Daha sonra y-lərin əmsalları nisbəti mənfi 3 bölü 6 və 7 ilə mənfi 14'ün nisbəti. Bunların üçü də bir-birinə bərabərdir və hər biri mənfi 2'də 1'ə bərabərdir. Bu deməkdir ki, sistemin sonsuz sayda həlli var. Və yaxud sistemin birinci tənliyi ilə ikinci tənliyi əslində eynidir. Birinci tənliyin hər iki tərəfi mənfi 2'yə vursaq, ikinci tənliyi alınır. Bu da bir tənliyi olduğuna deməkdir, nəticəsinə gəlmək olar. Bir tənliyin olması da onun sonsuz sayda ona aid olan nöqtənin olması deməkdir. Deməli, sistemin sonsuz sayda həlli var. Y variantı olacaq cavab. 11-ci suala baxaq. 11-ci sualda kəsirləri müqayisə eləməliyik. Bu kəsirləri müxtəlif üsullarla müqayisə eləmək olar. Məsələn, 2-2 götürüb çarpaz vurmaq və yaxud surətlərin bərabərləşdirmək olar. Burada belə bir şey eləsək daha əlverişli olar. Hər bir kəsirin tərsini tapıram. İkinci kəsirin də tərsini tapıram. 15 böl 7. Üçüncü kəsirin də tərsini tapıram. Üçüncü kəsirin tərsi isə 17 böl 3'dür. Deməli, birinci kəsirin tərsi 4'dür. İkinci kəsirin tərsi 7'də 15'dir. Yəni bu 2 tam 7'də 1 deməkdir. Üçüncü kəsirin tərsi isə deməli 5 tam 3'də 2. 5 tam 3'də 2. İndi baxırıq, görürük ki, S-nin tərsi daha böyükdür. Hansı kəsirin tərsi böyükdürsə 3 dənə müsbət kəsirdir. Onda bu kəsirlərdən tərsi böyük olan kiçikdir. Tərsi böyük olan burada deməli S-dir. Deməli S ən kiçikdir. Daha sonra gəlir A. Ən böyük isə tərsi ən kiçik olan B-dir. Deməli B ən böyükdür. C, A, B. C variantı. 12
ABCD paralleloqramında DF AY-yə perpendikulyar AF 6-dır. Deməli AF 6-dır. FY 4-dür. Daha sonra verilib burada DF 5-dir. Paralleloqramın sahəsini soruşur. Paralleloqramın sahəsini tapmaq üçün buradan Y və D-ni birləşdirək. Y və D-ni birləşdirək. Əgər Y və D-ni birləşdirsək, burada deməli AYD-nin sahəsi ümumi paralleloqramın sahəsinin yarısı qədər olacaq. Bu hazır nəticə kimi də istifadə olunur. Belə əsaslandırmaq olar ki, məsələn, bura A-dır, ona çəkilən hündürlük H-dır. Bu H həm paralleloqramın, həm üçbucağın hündürlüyüdür. Üçbucağın sahəsi AH böl 2 S üçbucaq. Paralleloqramın sahəsi isə AH olduğuna görə onda paralleloqramın sahəsinin yarısı üçbucağın sahəsinə bərabərdir. Yəni bunu belə əsaslandırmaq olar. İndi burada tətbiq eləsək, onda AYD-nin sahəsi bərabərdir paralleloqramın sahəsinin yarısı. SAYD-ni hesablayaq. SAYD bərabərdir 2-də 1, 10 vurulsun 5. Yəni 25-ə. 25 üçbucağın sahəsi, onda paralleloqramın sahəsi bərabərdir 2 vur 25, 50. Cavab B variantı. 13. Bir atıcı hədəfi düzgün vurduqda 20 xal qazanır. Deməli, düzgün vurduqda 20 xal. Vura bilmədikdə isə 12 xal itirir. Yəni, mənfi 12 xal kimi işarə edək onu. 25 atış sonunda 276 xal toplanmışdır. Deməli, atıcı. Deməli, düzgün tutaq ki, x dəfə hədəfi vurub, 25 çıxılsın x dəfə onda hədəfdən yayınıb. Onda 20x topladığı xallar mənfi 12 vurulsun 25 çıxılsın x. Yəni 12 vur 25 çıxılsın x də itirdiyi xallardır. Və nəticədə 276 toplayıb. Buradan tapaq görək hədəfi neçə dəfə vurub, yəni x neçədir. 20x çıxılsın 300 üstünə gəlinsin 12x bərabərdir 276. Buradan alırıq ki 32x bərabərdir 576. X bərabərdir 576 bölünsün 32. 576 özü 32-yə bölünəcək 18 dəfə. X bərabər 18 C variantı olacaq. 14-cü sual. Fx bərabərdir x çıx 2 bölünsün 2x üstə gəl 1 funksiyası üçün f'2-ni tapın. Funksiyanın törəməsini tapaq. f'(x) bərabərdir. Surətin törəməsi vur məxrəc. Surətin törəməsi 1-dir. Vururuq məxrəcə. 1 vurulsun 2x plus 1 çıxılsın məxrəcin törəməsi 2-dir. Vururuq surətə. Məxrəcin kvadratına bölsək, törəməni tapmış oluruq. Biraz sadələşdirək bunu. O eləyəcək. Deməli, surətdə qalacaq 2, buradan da 1, 3 qalacaq. Sadələşdirsəz görərsiniz bunu. Kvadratı 2x üstə gəl 1-in kvadratı. Yox, surəti düz hesablamadım mən. Surətdə 5 olmalıdır. 5 bölünsün 2x üstə gəl 1-in kvadratı. İndi törəmədə 2-ni yerinə yazıb hesablamalıyıq. Qaldı bircə bunu hesablamaq. 2-ni hesablasaq, yerinə qoysaq 5 bölünsün 25, 5-də 1. Cavab olacaq 5-də 1, 0,2 D variantı. 15-ci sual. Hündürlüyü
15-ci. Hündürlüyü 15 olan silindrin daxilinə onun oturacağına və doğranlarına toxunan kürənin həcmi 288 pidir. Deməli, bu kürənin radiusu elə silindrin oturacağının radiusu olacaq. Silindrin hündürlüyünü 15 verib. Kürənin həcmi də 288 pi. Yəni 3/4 pi r kub kürənin həcm düsturudur. Bu 288 piyə bərabərdir. Pilər getdi. R kubu bərabərdir. 72 3-ə vursaq 216. R'i tapsaq buradan 6. Radiusu 6-da tapandan sonra silindrin həcmini hesablayaq. Pi vurulsun R'in kvadratı. Yəni 36 vurulsun H. H'ı da verib bizə 15. Bərabərdir. 6-nın kvadratı 36-dır. 36-nı 15-ə vursaq 540 pi. Düzgün cavab B variantı. 16 ifadəsindən kiçik qiyməti soruşulur. Tam kvadratı ayıraq bu ifadədən. X kvadrat çıx 8x üstünə gəlinsin 16. Üstə gəl y kvadrat üstünə gəl 10y üstünə gəl 25. 25 16 deməli 41 eləyir. 36 eləməsi üçün buradan çıxmalıyıq. Deməli 5. İfadənin ən kiçik qiymətini tapaq. Tam kvadrat şəklində yazaq. Əvvəlcə x çıx 4-ün y üstə gəl 5-in kvadratları çıxılsın 5. Tam kvadrat ən azı 0 ola bilər. Bunlar minimum 0 olar. Ən azı 0 olduğuna görə ifadənin ən kiçik qiyməti -5 olar. Düzgün cavab D variantı. 17-ci sual. 2x üstə gəl 6-nın modulu 2x üstə gəl 6-ya bərabərdir. Ədədin modulu özünə bərabərdir kimi başa düşmək olar. Hansı ədədin modulu özünə bərabərdir? Mənfi olmayan ədədin. Deməli, bu 2x üstə gəl 6 mənfi olmayan bir ədəddir. Yəni 2x böyük bərabər -6, x böyük bərabər -3. Yəni x daxildir. -3 müsbət sonsuzluq. Cavab olacaq Y variantı. 18-ci sual. A və B çoxluqları üçün A-nın B-dən fərqli 9 elementi var. Göstərək bunu diaqramda. A çoxluğu, B çoxluğu. A-nın B-dən fərqli 9 elementi var. B-nin 10 elementi var. Burada ümumi 10 element var. Birləşmənin elementlərinin sayını tapın. N A birləşir B. N A-nın B-dən fərqli elementləri üstünə gəl. Ancaq B-yə yox, daha doğrusu B-yə aid olan elementlərin cəmi, yəni B-nin elementlərinin cəmi. Hesablasaq, A-nın B-dən fərqli 9 elementi var və bununla B-nin elementlərinin cəmini tapsaq 19 alarıq. 18-ci sualda cavab C variantı. 19-cu sual. ABC düzbucaqlı üçbucağında C bucağı 90, CBD və CAB bucaqları bərabər BD 5, AB 10 olarsa, ABD üçbucağının sahəsini tapın. Bərabər bucaqların hər birinə alfa desək, digər bucağa 90 çıxılsın alfa desək, onda B bucağı da 90 çıxılsın alfa olacaq. Onda ACB üçbucağı BCD üçbucağı ilə ACB üçbucaq BCD oxşar olacaq. Onda oxşarlığa görə yaza bilərik. ACB-nin hipotenuzu 10 bölünsün. BCD-nin hipotenuzu 5 bərabərdir. 90 çıxı deməli alfa qarşısında ACB-nin alfa qarşısındakı kateti CB bölünsün. Digər üçbucağın alfa qarşısında kateti DC. Buradan çıxır ki, CB-nin DC-yə nisbəti 2/1 nisbətindədir.
Onda CB-yə 2x, DC-yə 1x desək, Pifaqor teoreminə görə 4x kvadrat üstünə gəl x kvadrat bərabər 25 yaza bilərik. 5x kvadrat 25, x kvadrat 5-dir. X bərabərdir. Kök altında 5 olacaq. ASB 3bucağından Pifaqor teoreminə görə yaza bilərik ki, AB-nin kvadratı, yəni 100 bərabərdir. CB-nin kvadratı, yəni 2 kök altında 5-in kvadratı 20 üstünə gəl AC-nin kvadratı. AC-nin kvadratı. Deməli, buradan da AC-ni tapa bilərik. AC bərabər olacaq. Kök altında 80, yəni 4 kök altında 5. AC 4 kök altında 5'dir. DC-nin uzunluğu da kök altında 5 olduğuna görə, deməli, buradan çıxır ki, AD bərabərdir 3 kök altında 5. Bura 4 kök altında, bura 3 kök altında 5'dir. Bunda kök altında 5 tapmışdıq. Onda ADB üçbucağının sahəsi körbucaqlı üçbucaqdır. Onun sahəsi bərabərdir. S bərabərdir. AD vurulsun. Ona çəkilmiş hündürlük, yəni BC bölünsün 2-yə bərabərdir. AD-nin uzunluğu 3 kök altında 5. BC-nin uzunluğu 2 kök altında 5 bölünsün 2. Bu da bərabərdir 15 olacaq. 19-da cavab D variantı. 20-ci sual inteqraldır. İntegral 3-dən 7-yə kimi sinus kvadrat x dx çıx kosinus kvadrat x dx. Deməli, burada yazmalıyıq. İntegral 3-dən 7-yə sinus kvadrat x dx üstünə gəl. Burada sərhədlər 7-dən 3-ədir. İntegralın sərhədlərini dəyişəndə, sərhədlərin yerini dəyişəndə bilirik işarə dəyişir. Ona görə bunu 3 və 7-nin yerini dəyişsək olacaq müsbət integral 3-dən 7-yə kosinus kvadrat x dx. İndi cəmin integralı integrallar cəminə bərabərdir. Daha doğrusu integrallar cəmin integralı şəklində yazıla bilər bu halda. Bu da 1 deməkdir. Əsas trigonometrik eyniliyə görə 1 dx, yəni boş dx də yaza bilərik bunu. 1-in integralı bərabər olur x-ə. 1-in integralı x-dir. 3-dən 7-yə. 7-dən 3 çıxsa 4 eləyəcək 20-də cavab D variantı. 21. 21-ci sual. Pi kiçikdir x, kiçikdir 3/2, yəni 3-cü rüb və tangens 2x 3/4 olarsa tangens x-i tapın. 2 qat bucaq düsturuna görə tangens 2x-i 2 tangens x böl 1 çıx tangens kvadrat x yaza bilərik. Bu 3/4-ə bərabərdir. Daha sonra tangens x-ə t desək, onda olacaq 2t bölünsün 1 çıx t kvadrat 3/4-dür. Tənasüblə açsaq, 4 çıxılsın 4t kvadrat bərabərdir 6t. Deməli, 4t kvadrat üstünə gəl 6t, çıxılsın 4 bərabərdir 0. Hər tərəfi 2-yə bölsək, 2t kvadrat üstünə gəl 3t, çıxılsın 2 bərabərdir 0. Köklərini tapaq, diskriminant bərabərdir 9, üstünə gəl 16 bərabərdir 25. Kökləri T1 bərabərdir mənfi 3 üstünə gəlsin 5 bölünsün 4 və T2 isə birincisi çıxma yazaq, ikincisi üstünə gəl 5 bölünsün 4-ə. 1 eləyəcək mənfi 2, digəri olacaq 2-də 1. Deməli, əvəzləmədə nəzərə alsaq, tangens x-ə t dediyimizə görə və 3-cü rüb olduğuna görə tangens 3-cü rübdə müsbət olduğu üçün cavab olacaq tangens x bərabərdir 2-də 1. Düzgün cavab D variantı olacaq. 22. Oturacağı trapesi olan düz prizmanın hündürlüyü 12, həcmi 1080 cm kubdur. Şəklini təsvir edək. Deməli, oturacaq trapesiyadır.
düz prizmadan söhbət gedir. Oturacağı trapesi olan düz prizmanın hündürlüyü 12, həcmi 1080-dir. Trapesiyanın oturacaqları verilib 14-16 olarsa, prizmanın paralel üzləri arasındakı məsafəni tapın. Paralel üzləri arasındakı məsafə, yəni trapesiyanın hündürlüyü deməkdir. Həcm düsturuna görə V bərabərdir. S oturacaq, vurulsun H yazmalıyıq. Demək, oturacağın sahəsini hələ S oturacaq kimi yazaq. Hündürlüyü 12-dir və həcmi isə 1080-dir. Onda S oturacağı tapsaq, 1080-i bölərik 12-yə. 1080 də 12-yə bölünəcək. S oturacaq bərabərdir 90 dəfə. Demək, oturacağın sahəsi 90-a bərabərdir. Oturacağın sahəsi 90-dırsa, onda oturacağın sahəsi 14, üstünə gəl 16 bölünsün 2, vurulsun. Onun hündürlüyünə H1 deyək, oturacağın hündürlüyü, yəni paralel yan üzlər arasındakı məsafə bərabərdir 90-dır. Buradan 14, 16-nı toplasaq 32-yə bölsək 15. H1 90. Deməli, H1-i tapsaq 6 eləyəcək. 22 də düzgün cavab olacaq. B variantı. 23-cü sual. AB AB4, əkub AB 60 olarsa AB hasilini tapın. Sadə sualdır bu. Əbub AB vurulsun əkub AB bərabərdir AB olduğuna görə, onda yaza bilərik ki, əbub AB 4-dür, əkub AB 60-dır. AB hasil eləyəcək 240. Düzgün cavab 240 olacaq. 23-cü sualda. 24-cü sual. 24-cü sualda kök altında 15 çıx 3 böl kök altında 3. Bu ifadədə belə bir şey eləyə bilərik. Deməli, surətdən kök altında surəti məxrəcə hədbəd bölək. Yəni, kökdə 15 çıx 3-ü kökdə 3-ə hədbəd bölsə eləyəcək. Kökdə 15 böl kökdə 3. Kökdə 15-i kökdə 3-ə bölsə eləyəcək kök altında 5. Çıx 3-ü kökdə 3-ə bölsə kök altında 3. Çıxılsın. Bu kəsri isə məxrəcin qoşmasına vursaq, olacaq 2 vurulsun, kökdə 5, çıx, kökdə 3, bölünsün, məxrəcdə də 2 qalacaq. Sadələşdirsək, kökdə 5, çıx, kökdə 3, çıx, kökdə 5, üstünə gəl, kök altında 3. Burada kök altında 5-lər və kök altında 3-lər islah olunacaq və 24-cü sualda qalacaq 0. 25-ci sual. Binomun açılışında A vurulsun x üstü m vur y üstü 21 olarsa m'i tapın. 25-ci sualda x kvadrat üstünə gəl y kubu üstü 18 binomundan söhbət gedir. Bu binomun açılışında hər hansı bir hədd belə tapılır. Kombinzon 18-dən k-ya x kvadrat üstü 18 çıxılsın k, y kubu üstü k, y kubu üstü k şəklində tapılmalıdır. Verilmiş həddi isə bu şəkildədir. X üstü m, y üstü 21 şəklindədir. Onda buradan deyə bilərik ki, biz burada istənilən bir həddin qüvvətlərinin sadələşdirməklə 18k x üstü 36 çıxılsın 2k, y üstü 3k. Bunların bu şəkildə yazdıq. Digər tərəfdən bizə şərtdə verilib bu. Onda burada x-in qüvvətləri cəmi 21 üstünə gəlsin m-dir. Yəni 36 çıxılsın 2k m-ə bərabərdir. 3k isə 21-ə. 3k 21-ə bərabərdir. 3k 21-dirsə, onda k-nı tapırıq buradan 7. 36 çıxılsın 14 bərabər m olacaq. Onda m bərabərdir 22. M-i soruşurdu. Cavab olacaq 22. 26-cı sual.
uzunluğu 24 pi olan çevrənin mərkəzindən onun müstəvisinə qaldırılmış perpendikulyarın uzunluğu 16 olarsa, perpendikulyarın uc nöqtəsindən çevrənin nöqtələrinə qədər məsafəni tapın. 26. Uzunluğu 24 pi olan çevrədir. Bir çevrədir. Uzunluğu 24 pidir. Onda uzunluğu 24 pidirsə, deməli radiusu 12-dir. Radius 12-dir. Mərkəzi onun müstəvisinə qaldırılmış perpendikulyarın uzunluğu 16-dır. Bura 16-dır. Perpendikulyarın uc nöqtəsindən çevrənin nöqtələrinə qədər məsafəni tapın. Çevrənin nöqtələrinə qədər məsafə, bura O olsun, A, B, AB məsafəsini tapmalıyıq. 12, 16-dırsa, onda hipotenuz 16, əbub 12, 16 bərabərdir 4 olduğuna görə, onda 12 bərabər 4 vur 3, 16 bərabər 4 vur 4 isə, onda AB bərabərdir 4 vur 5, yəni 20 olacaq. Sadə Pifaqor üçlüyündən alınan yeni Pifaqor üçlüyüdür. Yəni 3, 4, 5 üçbucağının tərəfləri 4 dəfə böyük olan bir üçbucaqdır. Ona görə də AB-nin uzunluğu 20 olacaq. 26-cı sualda cavab 20. 27-ci suala baxaq. Vektorlar verilib. Vektorlar üçün uyğunluğu müəyyən etməliyik. A və B verilib. Deməli A -5, 2, B 2, 2 birincidə. İndi burada A və B cəmini tapaq, skaler asilində tapaq, variantlarda bunlar verilib. A və B-nin cəmi, A və B-nin cəmi bərabər olur -3, 4 vektoruna, -3, 4 vektoruna. Bunda uzunluğun tapsa, variantda daha doğrusu uzunluq verilib. Bunda uzunluğu eləyəcək 9 üstünə gəl 16 bərabərdir 25 kök altında. Ondan da 5 çıxacaq. Və bir də skaler hasilində tapaq. A vurulsun B skaler hasilini tapsaq eləyəcək -10 üstünə gəl 4. Yəni -6. Deməli birinciyə uyğun B variantı gedir və bir də D variantı gedir. 1-ə uyğun B və D. 1-ə uyğun B, D. 2-yə baxaq. 2-də artıq 3, 7 və -3, 1 vektorlarının skaler asilini və cəmini tapmalıyıq. Bunların cəmi A üstə gəl B bərabərdir 0, 8. Onda A üstə gəl B-nin uzunluğu bərabərdir 8 olacaq. A variantı buna uyğundur. Digər tərəfdən skaler asilində hesablasaq, A vurulsun B bərabər olacaq -9 üstünə gəl 7. Yəni -2-yə bərabərdir. Bu variantlarda yoxdur. Üçüncüdə toplasaq A və B vektorların, A və B vektorunu toplasaq bərabər olacaq -2, -1. Onda uzunluğu eləyəcək A üstə gəl B-nin uzunluğu bərabərdir kök altında 4 üstünə gəl 1, yəni kök altında 5. Y variantı 3-ə uyğundur. Və skaler hasilində hesablayaq. A vurulsun B skaler hasili bərabərdir -8 çıxılsın 42. Bu da -50-yə bərabərdir. Ona görə də C variantı da 3-ə uyğundur. 1-ə B-də, 2-yə A, 3-ə C və Y. C və Y. Situasiyaya baxaq. Yerdən 4 metr yüksəklikdə quraşdırılan kamera şəkildəki kimi C nöqtəsində olan avtomobili alfa bucağı altında 1 saniyə boyunca D nöqtəsinə qədər izləyib sürətinin 72 km/saat olduğunu təyin etdi. Deməli, bu avtomobil C nöqtəsindən D nöqtəsinə gələnə kimi kamera onu izləyir və 1 saniyə müddətində bu C-dən D-yə gəlir. 28-ci sualda görək nə soruşur. BD 8 olarsa, kamera ilə C nöqtəsindəki avtomobil arasındakı məsafəni tapın. Yəni, burada ABC üçbucağının AC hipotenuzunu tapmalıyıq. Düzbucaqlı üçbucağın AC hipotenuzunu tapmalıyıq.
BD şərtə görə 8-dir. Daha sonra AB 4-dür, hündürlük 4 verilib. 72 km/saatı biz metr/saniyəyə çevirsək, 72 kilometr 1000 metr, saniyə, saat isə 3600 saniyə. İxtisar aparsaq, qalacaq 20 metr/saniyə. 20 metr/saniyə. Daha sonra C nöqtəsindən deməli kamera ilə C nöqtəsindəki avtomobil arasındakı məsafəni tapın. Onda 1 saniyə müddətində T bərabərdir. Buradan yazaq 28-i. T bərabərdir 1 saniyə müddətində avtomobil CD məsafəsini qət edəcək. CD məsafəsinə bir S desək, S bərabərdir CD məsafəsini qət edəcək və onun sürəti isə V bərabərdir 20 metr/saniyədir. Onda biz CD məsafəsi bərabərdir. S bərabərdir V vur T olduğuna görə 20 vurulsun 1. Bu da bərabərdir 20 metr. Demək 20 metr imiş. Buradan bura 20 metr olur. İndi Pifaqor teoreminə görə AC-ni hesablaya bilərik. Onda AC-nin uzunluğunun kvadratı bərabərdir. AB katetinin uzunluğu 4 olduğuna görə kvadratı 16 və BC katetinin uzunluğu 28-dir. 28-in kvadratı. Buradan AC-nin kvadratı bərabərdir 16 üstünə gəlir 784. AC-nin kvadratı bərabərdir 800 və AC bərabərdir kök altında 8. Onda yaza bilərik 10 kök altında 8 və yaxud 20 kök altında 2. Demək AC məsafəsini tapdıq. 28-ci cavab 20 kök altında 2 metr olacaq. 29-cu sualda tangens alfanı tapın. Tangens alfanı tapmalı. Bu bucaq beta olsun. Onda tangens beta. Tangens alfa üstünə gəl betanı tapa bilirik. Bütöv üçbucağın qarşı katetinin onun bitişik katetinə nisbəti. Yəni 28-in 4-ə nisbəti 7 eləyir. Və tangens betanı tapa bilirik. Tangens beta bərabərdir 8 bölünsün 4, yəni 2. Onda tangens alfa üstə gəl beta düsturuna görə, yəni iki bucağın cəminin tangensinin düsturuna görə tangens alfa üstünə gəl tangens beta bölünsün 1 çıxılsın tangens alfa, tangens beta. Bu bərabər olmalıdır 7-yə. Tangens alfanın qiyməti var. Daha doğrusu tangens betanın qiyməti var. Tangens alfa yoxdur. Tangens alfa üstünə gəl. Tangens betanın əvəzinə 2 yazaq. 1 çıxılsın. 2 tangens alfa bərabərdir 7 tənasüblə açsaq buradan. Tangens alfa üstünə gəl 2 bərabərdir 7 çıxılsın 14 tangens alfa. Buradan 15 tangens alfa bərabərdir 5-ə və tangens alfa bərabərdir 3-də 1. 29-cu sualda cavabı olacaq 3-də 1. 30-cu sual. C nöqtəsindən kamera nəzarətinə düşən avtomobil neçə saniyə sonra B nöqtəsinə keçər? Demək, C-dən B-yə qədər məsafə S bərabərdir 28 metrdir. C-dən B-yə qədər olan məsafə. S, CB deyək buna. CB məsafəsi 28 metrdir. Və bu məsafəni V bərabərdir 20 metr bölünsün saniyə sürəti ilə gedir. Onda neçə saniyəyə qət edər? T-ni tapmaq üçün SCB-ni bölməliyik V-yə. Yəni 28 metr bölünsün 20 metr bölünsün saniyə.
Bu da eləyəcək 1,4 saniyəyə. 1,4 saniyəyə deməli bu məsafəni qət etmiş olar.